Amerika səhv eləyə bilər. İsrail səhv eləyə bilər. İran səhv eləyə bilər. Və hansı bir tərəf səhv eləsə, əks tərəf qalib. Bu 100%. Azərbaycan şəxsiyyətə salam, artıq 2 həftədir ki, artıq əməliyyatlar davam edir və yadınıza salaq, məhz Trump demişdi ki, 4 həftə ərzində bu əməliyyatları başa çatdırmalıyıq. İsrail tərəfi də təxmini olaraq belə bir hesablamışdı ki, Pesah bayramına qədər bu əməliyyatlar başa çatmalıdır. İran isə həmişə deyirdi ki, mən sona qədər dava edəcəm və İran bu dəqiqə dediyinin üstündə dayanır. İran ümumiyyətlə hansısa bir danışıqlara getməyə barəsində belə fikirləşmir. Mətbuata baxsaq fikirləşmir, amma reallığa baxanda bəlkə də məqam gözləyir ki, bu dəqiqə əks tərəflərlə danışığa getsin. Amma burada nələr baş verir? Bu son 2 həftəni götürək. Aydın məsələdir ki, bu son 2 həftə ərzində Amerika və İsrail dediklərini elədi. Dini və hərbi liderləri məhv elədi. Bazalar, infrastrukturlar, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, hava hücumundan müdafiə qüvvələri, raket bazaları, nüvə obyektləri, yəni bütün bunların hamısını vurur və vurmaqda da davam edir. Hal-hazırda Sepah İranda həm hərbi, həm də idarə etmə, dövləti idarə etmə nöqteyi nəzərindən ən vacib qüvvədir. Sepah hər dəfə çıxır və hər dəfə də bəyan edir ki, sabah mən İsrailə və yaxud Amerikaya elə bir zərbə endirəcəyəm ki, vəssalam oynanda müharibə qutaracaq. Oturursan, gözləyirsən, xəbər saytlarına baxsan, görürsən, yox. Niyə? İş orasındadır ki, informativ müharibə nöqteyi nəzərindən istər Trump və onun administrasiyası, istər İsrail, istərsə də İran, hər üç tərəf başından böyük danışmağı çox sevir. Etiraf eləmək lazımdır. Düzdür, Trump nala-mıxa vurmağı ilə belə yadda qalıb. İran tərəfi dıdığım dıdıqdır, o məşhur bir ifadə var idi. Elə bir formada dirənməyi ilə yadda qalıb. İsrail tərəfi sərt danışsa da, amma müəyyən manevrlar, danışıqlarda, bəyanatlarda müəyyən manevrlar hesabına yadda qalıb. Amma bütün bunlara baxmayaraq hər üç tərəf öz üzərinə düşən işi yerinə yetirir. İl 76 getdi işin dalıcı. İranlı idi bu. Aviabazaları vurublar və aviabazaları vuran kimi vəziyyət heç də belə yaxşı deyil və hər halda Talih Jarvis deyir ki, birincisi abunə olun, ikincisi mənə bir məlumat verir buradan. Söhbət nədən gedir? Bir kişiyi yaddan çıxarmışıq axı, 2 həftədir. Ha qaşımır sözün əsl mənası, ha andaman edir ki, bəs mən də burada varam, ona fikir verək yoxdur. Nəhayət ki, həmin o şəxs özü barəsində hamını yadına salmağa çalışır. Söhbət nədən gedir? İsrailin Tehrandakı Şimali Koreya səfirliyinin vurmasından... İsrailin Tehrandakı Şimali Koreya səfirliyinin vurmasından sonra Kim Jong-un olar. Kim Jong-un olmaz. Kim Jong-un'dur bu kişi. Kim Jong-un'dur da. Kim Jong-un deyir bu. Ne yazır? Deyir, daha doğrusu, bu hərəkət cəzasız qalmayacaq. Əgər İranın yeni liderinə sui-qəsd edilərsə, biz İranı nüvə raketləri ilə dəstəkləyəcəyik. Ağaş nə yiyir, nə içir, nə çəkir belə kayıfdadır, mən bilməm, amma o kayıfdan mən də istəyirəm. Jarvis, Ali, çox sağ olun. Lap tutalım ki, birini qoyub o birisine geçək də. Lap tutalım Şimali Koreya İrana nüvə başlıqları deyil. Tutaq ki. Və tutaq ki, İran fanatikləri Sepah belə qərara gəldi ki, ölməkdir, xırıldamaq nə deməkdir, bunlara qarşı nüvə başlığından istifadə edəcək. Atdılar. Tutaq ki, hava hücumundan müdafiə qüvvəsi həmin o nüvə başlığı raketi tuta bilmədi. O gəldi, hardasa partladı. İsraildə müəyyən, daha çox İsrail atarlar onu. İsraildə partladı. İsraildə çox böyük bir ərazi dağıldı. İsraildə çox böyük bir radiasiya çirklənməsi baş verdi. Bu artıq nüvə müharibəsinin başlanmasına verilən bir startdır. Dərhal tam əmin ola bilərsiniz ki, bəlli olacaq ki, İsrailin də nüvə başlıqları var. Bəlli olacaq ki, dərhal Böyük Britaniyada oturmuş hal-hazırda və oradan İranı bombalayan B-1B Lancer strateji
təyyarələri artıq nüvə yükü ilə İrana doğru uçur və bunun sonunu bir fikirləşə bilərsiniz, adam dəhşətə gəlir. Ki, bir nüvə başlığına görə İranı ümumiyyətlə qazıyıb yerdən çıxardıb tökə bilərlər Hind okeanına. Bax, bu da mümkün. Ona görə o Kim Chen Un danışa bilər, düzdür, amma bu real görsənmir. Neysə, amma hər halda özünü yada salmağa çalışır da kişinin oğludur, eləsin, o da bir kişinin oğludur. Belə, o ki qaldı nüvəsiz müharibəyə, burada artıq nələr görmək mümkündür. Türkiyə 3-cü raket zərbəsi endirilib, bir raket də atıblar və bu raket də tutulub və maraqlısı nədir? Mən hər dəfə o raketləri atılanda baxıram onların trayektoriyası və istiqamətinə və başa düşmək olur ki, həmin o raketlər atılanlardan artıq üçüncüsü İncirlik hərbi bazasına yönəlib. İncirlik hərbi bazası, o bilməyənlər üçün deyim, Adana şəhəri və Adana şəhərinin yanında hərbi hava bazası, hərbi hava qüvvələrinin bazası var. Bu hərbi hava qüvvələrinin bazası Türkiyəyə məxsusdur. Və buradan baxanda görmək olur ki, orada bu təyyarələr üçün bunkerlər və s. və ilaxır. Hətta bu təsvirdə görmək mümkündür ki, burada yük təyyarəsi də dayanıb. İncirlik Airbase hərbi bazadır. Və bu baza Türkiyəyə məxsus olsa da burada NATO-nun ya Amerikanın hərbi hava qüvvələri yerləşdirilir. Baza Türkiyənindir, amma NATO-nun da qüvvələri burada var və nöqtəni bunun üstə qoyuram və buradan uzaqlaşırıq. Və bura bir qayda olaraq İrandan, baxa İran haradadır, hələ biraz da uzaqlaşdıraq. İraq, İran. İrandan bura, Adanaya, raket, 3-cü raket gəlmək istəyib. Fikir verin, bura Türkiyədir, Suriya, İraq, İran. Artıq bu əraziyə keçəndə və yaxud belə keçəndə daha çox belə keçə bilər, çünki buradan dərhal tutacaqlar. Belə bu iki ölkənin üstündən keçir və bura zərbə endirmə niyyətində olublar. Bu raketdə tutulub və bu da artıq növbəti təhlükəli bir siqnaldır. Hörmüz boğazına gələndə, Hörmüz boğazında İranın katerləri minalama əməliyyatını həyata keçirməyə çalışıblar bu ərazidə və dərhal da həmin o gəmilər, katerlər Amerika tərəfindən vurulub. Yeri gəlmişəm, məlumat var idi ki, bəs Abraham Lincoln'ı Rus demişkən, все-таки vurublar. Amma yox, bəlli oldu ki, vurmayıblar. Abraham Lincoln'a yaxınlaşmaq istəyən bir İran gəmisinin özü atışa tutulub. Esministlər tərəfindən Spruance və Murphy esministləri orada da Amerikalılardan. Yaxınlaşmaq istəyən bir İran gəmisinin özü atışa tutulub. Esministlər tərəfindən Spruance və Murphy esministləri orada da Amerikalılardan. Onlar onu atışa tutublar, batırıblar, ya geri çəkilməyə məcbur ediblər, deyə bilmərəm. Dənizdə yaxınlaşmaq qurudakı kimi deyil ki, 100 metr, 500 metr, 2 kilometr, xeyr. Orada artıq uzun məsafədən görünür, onun kursundan bilinir ki, həmin o gəmi sənin tərəf gəlir və dərhal da onun üzərinə 2 gəmi gedir. İdensifikasiya aparılır və hesablayırlar ki, ona raketdən zərbə endirək, toplardan zərbə endirək və topdan atış açıblar və sonra da helikopter havaya qalxıb və onu atışa tutub. Gəmi batıb, geri çəkilib, zədələnib, bu barədə hələ ki bir məlumat yoxdur. Amma fakt, belə bir hadisə baş verib. Bu deməkdir ki, Abraham Lincoln gəmisi hələ də ərazidədir və hələ də işləyir. İranın ərazisində, İrandan daha doğrusu Körfəz ölkələrinin ərazisində yerləşən obyektlərə və şəhərlərə, o cümlədən İsrailin özünə zərbələrlə bağlı ümumi hesablayanda artıq görmək mümkündür ki, zərbələrin sayı azalıb və hər dəfə də Sepahın deməsinə baxmayaraq ki, sabah elə bir zərbə edəcək ki, bəlli olur ki, maksimum gün ərzində 10-15 raket startı ola bilər və hər birində də 2-3 raket olmaq şərti ilə və əksəriyyəti də sırf məhz İsrailə istiqamətlənmiş raketlərdir. Dinamika azalıb, dinamikanın azalması həm də nə deməkdir? Məhz İran ərazisində buraxıcı qurğuların sayı getdikcə azalır, onları vururlar və hətta coğrafi nöqteyi nəzərdən baxanda görmək mümkündür ki, Körfəz boyu İranın ərazisi çox mürəkkəbdir. Burada dağlar var, belə qalxır, düşür. Görmək mümkündür və burada gizlənmək çox asan. Yaddan çıxarmayaq, İranın ərazisi 1,6 milyon kvadrat kilometrdir, biraz da çox. 1,6 milyon kvadrat kilometr və o ərazidə buraxıcı qurğunu gizlətmək elə də çətin deyil, mümkündür. Və ona görə də getdikcə artıq vəziyyət niyə görə çətinləşir? Bir var desənin 700, 800, 1000 buraxıcı qurğun olsa və onları tapıb vura bilirsən, bir də var buraxıcı qurğuların sayı azalıb, onları tutmaq çətindir.
Bunun müqabilində artıq məhz belə coğrafi cəhətdən ərazisi çox çətin olan bir ölkənin ərazisində onları tapmaq, məsələn deyirəm də, yol, dağ, qazdı girdi bura, hazırdır da, girdi bura. Vəssalam, gəlin axtaraq. Çıxdı, raketin buraxdı, təzdən girdi. Çox çətindir. Çox çətindir. Ona görə də dinamika azalıb. Və dinamikanın azalması da artıq müxtəlif administrasiyaları, müxtəlif ölkələrin administrasiyalarından gedir. Niyə görə gərginləşdirir vəziyyəti? Gec oldu deyə, belə elə bir günə ki, onlarda bir şey gec oldu deyə, rədd edin məsələn, qutarın geçsində. Məsələn, ona görə də Trumpın hər dəfə bugün sabah eləməsi başa düşmək olmur ki, o nə istəyir. Bir tərəfdən deyir ki, mən İranı sona qədər vuracağam. Sonra bir də görürsən ki, başqa bir mətbuatda açıqlama gerir ki, Trump məhz artıq müharibənin tezliklə başa çatması barədə düşünür. Belə olan halda İsrail dərhal işə düşür və Netanyahu administrasiyası çox gözəl başa düşür ki, əgər Amerika buradan geri çəkilsə, İran burada, Amerika burada. Belə baxanda onun nə verəcəkdir? Zərbə altına qalan İsraildir. Və İsrail artıq bu dəfə Amerika geri çəkilsə, İsrailin məhv olma təhlükəsi reallaşa bilər. Düzdür, İranın qüvvələri azalıb, amma hər şey baş verə bilər. Quru qüvvələri, düz keçmək, İraqı keçmək müşkül məsələdir. İraq hər halda buna imkan verməz, amma fakt Hezbollahı yaddan çıxarmayaq, Husitləri yaddan çıxarmayaq ki, onlar da bu məsələlərə qatışa bilərlər. Hələ üstəgəl bir məlumat da gəldi ki, İranın Kaliforniya sahillərinə zərbə endirmək imkanı var. Necə? Aydın məsələ ki, gəminin üstündə konteynerlər, konteynerlərin içində dronlar, gəmi müharibədən bir xeyli əvvəl İrandan çıxır, gəlir, hardasa dayanır, müəyyən yük daşıyan bir gəmi, fərq eləməz, heç İran bayrağı altında olmasın, hansısa bir Limpopon bayrağı altında olsun, fərq eləmir. Gəlir, lövbərini saldı, müəyyən məsafədən zərbələri endirdi, dron zərbələrini endirdi və təsəvvür edin ki, artıq heç bir müharibədə, Amerikanın indiyə kimi apardığı heç bir müharibədə Amerikanın ərazisinə zərbə endirilməyib. Və bu baş versə, ümumiyyətlə, çünki Amerika həmişə Avropada, orada, burada döyüşür və ona zərbələr endirilməyib. Bu dəfə zərbə endirilsə, vəssalam, bu artıq olacaq presedent və Amerika vətəndaşı İran vətəndaşından fərqli olaraq ölməkdən qorxur. İran vətəndaşı fanatikdir, yəni qorxmur. Təbii ki, hamısını nəzərdə tutmuram, 85-90 milyon nəzərdə tutmuram. Orada həyatı sevənlər də var, amma Sepahın təsiri altında olan kütlə vecinə deyil. Və bu əsna qalsa ona görə indiyə kimi İranda problemsiz, filansız sistemin mövcud, sakit fəaliyyət göstərməsinə imkan verir. Xameneyi öldü, növbəti Xameneyi gəldi. İndiki Xameneyi ağır yaralıdır. Ölsə başqa bir X bir adam gələcək. Sepahın komandanlığı məhv edildi, növbəti komandanlıq gəldi. Yəni onlar üçün sistem var. Onlar üçün məşvərət anlayışı var ki, sistem işləyir və burada sistem bir nəfərin üzərində qurulmayıb. Sistem bir qrupun üzərində qurulub ki, bu qrup yoxdur, növbəti qrup gəlir. Və gələn hər bir qrup əvvəlkinə nisbətən daha radikaldır. Və bu radikallıq tamamilə imkan verir ki, İran hələ də öz sistemini qoruyub saxlaya bilsin. Və burada artıq həmin sistemi məhv eləmək istəyən Amerika və İsrail üçün növbəti bir sual yaranır. Bu sual yarananda Zülfiyə belə bir fikirdir ki, mən Amerika və İsrail o qədər geridə qalmış topu saymıram və mən elə gəlir ki, Amerika və İsrail elə bir şey hazırlayır ki, hətta bütün dünya deyəcək ki, əhsən, bu sistemi dəyişmək üçün tamamilə başqa bir variant hazırlayır və biz heç birimiz onu görmürük. Hardasa onun fikirlə razılaşam, amma hardasa da mən düşünürəm ki, əgər operativ taktiki nöqteyi nəzərdən düşünsək, mən elə gəlir ki, burada əgər rejimi dəyişmək istəyirsənsə, insanları qırmaqla heç nə əldə edə bilməzsən. Quru əməliyyat olmalıdır ki, sən içəri girdin, məsələni xətm elədin və salam. İran vətəndaşı artıq bəlli məsələdir ki, yanvarda olduğu kimi ayağa qalxan deyil. Ya qorxurlar, ya Sepah onları elə saxlayıb ki, olmayan kimi, ya da dini nöqteyi nəzərdən artıq onların Amerika və İsrailə qarşı bir nifrəti var. Bu da mümkündür. Və bütün bunların hamısının fonunda aydın məsələdir ki, Amerika və yaxud da ki, İsrail uzaqdan zərbə endirməklə rejimin dəyişməsinə nail ola bilməz. Düzdür, texnologiyanı dağıdar, düzdür, raketləri məhv eləyər, hər şey eləyər. Hamısını vurar, dağıdar. Duya doktrinasından istifadə eləyər. Bəli, bütün bunların hamısı mümkündür. Amma o ki, qaldı sistemin dəyişməsinə mümkün deyil. Hər halda son 2 həftə bunu göstərdi.
Ərəb ölkələrində endirilən zərbələrdə ərəblər hələ ki konkret olaraq bir cavab vermirlər. Onlar yenə də həmişə kimi geridə müdafiə sistemindədirlər və öz şəhərlərini qorumaqla məşğuldurlar və milyardlarla pulu olan ərəb ölkələrinin bilə-bilə ki, yanlarında potensial düşmənləri var və özlərinin o keçmiş dövr ərzində hava hücumundan müdafiə qüvvələrini qura bilməməsi mənə çox maraqlı gəlir. Biz ərəblərdən kasıbıq da. Amma bütün bunlara baxmayaraq, biz bütün bu vəziyyəti nəzərə alaraq, illərlə baş verən vəziyyəti nəzərə alaraq öz hava hücumundan müdafiə sistemimizi qururuq. Ərəb faktiki olaraq qurulur. Niyə? Onun öz həyatı var. Və o həyatı da biz başa düşə bilmirik. Belə, yəni vəziyyət budur və növbəti 2 həftə ərzində nələr baş verəcək, verilən bəyanatlardan hələ ki, heç nə başa düşmək mümkün deyil. Amma yenə deyirəm, İran nə vaxt qalib gələ bilər? Amerika geri çəkilsə, İsrail geri çəkilməyə niyyətinə deyir. Amerika geri çəkildi, avtomatik olaraq İran deyəcək ki, vəssalam, mənə heç nə eləyə bilmədilər, mən qalib gəldim. Və bu realdır. Düzdür, Trump özü qalib elan edəcək ki, vəssalam, mən qabağıma qoyduğum bütün tapşırıqları yerinə yetirdim, mən İranda hər şeyi vurdum, dağıtdım, amma sistemdəki rejimi dəyişə bilmədin, hakimiyyəti dəyişə bilmədin, yox, vəssalam. İran isə məhz hər şeyin dağılmasına rəğmən sistemi və rejimi qoruya bildik. Deməli, bu bizim qalibiyyətimizdir. Bu nöqteyi nəzərdən onlar çıxış edəcəklər. Belə, vəziyyət bax, budur. Hələ də İranda kimlərinsə gəlib onları kömək eləməyinə və işıqlı o biri dünyaya aparmağını gözləyirlər. Amma reallıq, həyatın reallığı tamamilə başqa bir şeyləri bizə diktə edir. Vəssalam, 2 həftəmiz başa çatdı, növbəti 2 həftədə nə baş verəcək, onu gözləyək. Salamat qalın, əsası odur və yaddan çıxarmayın ki, mütləq abunə olmaq lazımdır.